Davamlı olaraq yaşanan qastrit və həzmsizlik sıxıntılarından danışsaq, biz qida qəbul etdiyimiz zaman beyin mədəyə asid göndərmə komandası verər. Asid az olduğu zaman mədədə həzmsizliyin yaşanması, çox olduğu zaman mədənin divarlarını yandırması, oradan əlbəttə ki, üzü yuxarı qida borusuna kimi doğru çıxma vəziyyətləri yaranır. Bu zaman qastrit, xora və reflüks kimi sıxıntıların yaranma ehtimalı ortaya çıxır. Bunun səbəbi böyük ehtimalla o insanın həyatındakı bir insana öz bəlli bir duyğusunu və ya düşüncəsini demək istəyib, lakin deyə bilmədiyi zaman ortaya çıxar. Çünki onun o duyğunu və ya o düşüncəni ona dediyi zaman, ona bildirdiyi zaman onun sevgisini itirəcəyindən qorxar. Seanslarımda bununla qarşılaşa bilirəm mən. Baxıram kimin sevgisini itirməkdən qorxur. Ətrafındakılardan birinin çox yüksək faizlə sevgisini itirməkdən qorxur. Soruşuram, davamlı olaraq həzm problemi yaşayırsanmı? Bəli deyir, yaşayıram, həzm problemlərim çox olur. Bunun səbəbi budur dostlar. Sanki o insan o duyğu, düşüncəni ifadə edə bilməyib, onu mədəyə göndərərək, mədə bunu sən həzm et, mən edə bilmirəm, amma bunu deyə bilmirəm, amma sən bunu həzm et kimi bir vəziyyət yaradır. O zaman mədə bunu həzm edə bilərmi? Edə bilməz əlbəttə ki, və qaçınılmaz olaraq, davamlı olaraq bu həzmsizlik probleminin yaranmasına səbəb olur. Bunu bilməkdə fayda vardır. O zaman düşün, kimin sevgisini itirməkdən